günlərini bilərsiniz. Bütün hamı sevər, bəzi insanlar sevməz. Əslində mən o qədər də ad günlərini sevmərəm. Çünki səs-küy və fərəxsizlik qədər yaxşı. Bir dənəsi götürüb Happy Birthday açıb oynayır. Yəni əslində yeyib içmək yaxşı şeydir. Əyləmək yaxşı şeydir, amma o qədər də yox. Məsələn, bəzi insanlar var ki, ad günlərində kimsə ona hədiyyə almayanda ağlayır. Amma məncə bu çox lazımlı şeydir. Məsələn, mənim indi 10 yaşım var. Avqustun 11-də olacaq 11 yaşım. İndi mən fotoqraf istəyirəm. Almasalar tutanları sağ olsun. Lazımdır. Əsas odur ki, yanımda olsunlar. Nəysə. Bu kimdir? Hə. Nəysə, bu gün sizə öz ad günümü mənim ən gözəl ad günüm haçan idi, onu deyəcəm. Mənim ən gözəl ad günüm 2 dəfə olub. 2 dəfə gözəl. Ən birincisini danışaq. Ən birincisi mən bu telefonu almağımdır. Nəysə, mən ad günümə 2 gün qala, yəni avqustun 9-u. Dedim ki, telefon istəyirəm. Onlar da fikirləşirdilər. Sonra gəldi avqustun 11-i. Mən də özümə tort seçmişdim. Onlar ən birinci dedilər ki, ürəyində almışıq. Mən də bunları bildim də. Zarafat ediblər. Oturdu sayza içdi. Sonra mən gözümü bağladılar. Mən də onda bildim ki, aha, istədiyim tort gəlir. Açdılar, gördüm ki, istədiyim tortdur. Hə. Nəysə, kəsdi, xalam isə verənci dedi. İndi hədiyyələr gəlsin. Mənim rəhmətli Səbin nənəm öz pulları ilə mənə həmin bu planşeti almışdı. Bəli, Allah rəhmət eləsin. Allah rəhmət eləsin. Nəysə, mən onda həqiqətən ağladım. Bəli, çünki tutuq istədiyim şey olanda mən ağlayıram. Nəysə, ondan getdim xalamgirə, ən birinci endirdiyim oyun bu telefonda. Brawl Stars olmuşdu. Nəysə, sonra ikincinə keçək. İkinci kətdə olmuşdu. Hani mən sizə danışmışdım, kənd həyatım. Onda bir şey yadımdan çıxmışdı, o da ad günüm. Ad günümü indi sizə danışıram. Kənd idi, mən də əlbəttə istəmirdim də ki, kətdə keçirdək. Xalam gəldi, tortu özü hazırlayır. Üzr sən hıçqırıq mən tutub. O üzr sən. Nəysə, xalam tortu hazırladı, özü hazırlayır, alıb verəmirik. Ondan sonra şeylədi, axşam oldu, onlar dedilər ki, gələcək, amma gəlmədilər. Axşam oldu, tortlar kəsildi. Bir də gördüm, mənim dayım sağ olsun. Nə qədər şeylər alıb gətirdi həmən. Sevindim, Allah haqqı. Yalan yoxdur. Sevindim. Ən qəşəng ad günüm idi. Nəysə, səhər oldu. Yox. İndi isə dünyanın bəlkə də ən gözəl ad günü danışacağam. İl 2022. Avqustun 11-i. Mənim 5 yaşım var idi, 6 yaşım olacaqdı. Üzr sayın. Hə. Axşam oldu, tort gəldi. Mən də bilmirdim baxın, eləyəcəm tortu. Götürüb əlimlə xınçımışdım. Camaat da gülməkdən ölmüşdüm. Nəysə,
Hədiyyələrim gəldi, gördüm ki, nə qəşəng şeylər var, nə qəşəng şeylər. Ay, getdik McDonald'sdan parka. Ondan sonra istədiyim hər yerə apardılar, axırda hədiyyə verdilər. Bir gözəl şey verdilər ha. Heyran qaldım da. Bəlkə də ən yaxşı ad günüm o gün idi. Nəysə. Sonra mən yatdım, oyananda gördüm ki, saç hamının ad günü fələnçi olsa. Yastığımın altında 1000 manat tapdım. 1000 manat. 2 dənə 500 manatla 1000 manat 50 qəpik. Ey dünya. Təşki hamının adı günü belənçi olsa. Nəysə uşaqlar. Bəs sizin heç ən gözəl ad gününüzü saçan idi. Yorumlara yazın. Mən də belənçiyim. Abunə olub like atmağı unutmayın. Sağ olun.